sualın izahına gəlib bir yerdə baxaq. Mən görürəm ki, burada x yaxınlaşır 2-yə, o zaman gətirirəm, x-in yerinə 2 yazıram. 2 çıx 2, 0. 4 çıxılsın 2, çıxılsın 2. Burada da 0 alındı. Deməli, bizdə bir qeyri-müəyyənlik halı baş verdi. Bu zaman biz nə etməliyik? Bu zaman biz çalışırıq ki, bizə qeyri-müəyyənlik verən x çıx 2-ni məhv eləyək. Orada olmasın o. Nə edə bilərik? Gəlin, baxaq. Mən burada bunun yerinə x çıxılsın 2, x üstə gəlinsin 1 kimi vurğularla ayırıb yaza bilərəm. Doğrudurmu? Daha sonra ortaq məxrəcə gətirərəm. Yəni yazaq ki, limit x yaxınlaşanda 2-yə. Ortaq məxrəcimiz nə olar? X çıxılsın 2, vurulsun x üstə gəl 1. Daha sonra bunu nəyə vurdum? X üstə gəl 1-ə sürətlə vurmaq lazımdır. X üstə gəl 1, çıx 3. Alınacaq limit x yaxınlaşanda 2-yə. X çıxılsın 2, vurulsun x üstə gəl 1. Sürətdən alındı x çıx 2. Deməli, bax mən burada 0 yaradanları məhv etdimmi? Etdim. Əlimdə nə qaldı? Limit x yaxınlaşanda 2-yə 1 bölünsün x üstə gəl 1. İndi x-in yerinə 2 yazsam 1 bölünsün 2 üstə gəl 1. Limitin cavabı oldu 3-də 1. İndi gəlin bunu silək. İndi baxaq görək siz bu sualı həll edə bilirsinizmi?